Demək, buradan sözüm kafe ustalarınadır. Əziz qardaşlar, demək, bizlərlə müştərilərin arasında bu duş kabinanın mərmər parokuna aid problemlər yaranır. Problemlər nədir? Problem odur ki, kafe ustaları metlağı vururlar, sonra deyirlər ki, mərmər paroku duş kabina ustası verməlidir. Xeyr, belə bir şey yoxdur. İlk öncə kafe ustaları, siz müştəriləri başa düşərək, yəni bizi başa düşərək, İlk öncə siz bu mərmər paroku duş kabina üçün otuzdurmalısınız. Onu ki, necə otuzdurmalısınız? Diqqətlə fikir verin, yaxına gəl, zəhmət olmasa. Əgər yeri staşka verilibsə, bu mərməri ilk öncədən otuzdurmalısınız. Sonra hamamda 2 trap olur da. Duş kabina üçün ayrı trap olur, o pişamam üçün ayrı trap olur. Bu mərmər paroku urvində otuzdurandan sonra siz bunun metlağını sonra vurmalısınız. Həm gözəl görsənsin deyənə metlaq gəlib elə bir bura mərmərə birləşir və klonu verirsiniz. Həm bu görünüş baxımdan qəşəng görsənir, həm də ki, müştərilər üçün asan olur. Bizim üçün də daha asan olur. Sağ olun.